Bismillahirrahmanirrahim. Elnur Natiq Məcidzadə. Şira, mağaradan ulduzlara. Ön söz. Allahın salamı və rəhməti üzərinizə olsun. Bu kitabı yazmaqda məqsədim İslamı düşünülən səhra dini deyil, müasir dövrlə iç-içə olan bir din olduğunu insanlara çatdıra bilməkdir. Kitabda xurafatlara yer vermədən tarixi və elmi araşdırmalardan istifadə edərək müqəddəs Qurani-Kərim, müqəddəs İncil və Tanaha yer verilib. Xüsusən əvvəldə də qeyd etdiyim kimi məqsəd İslamı tanıtmaq olduğu üçün müqəddəs Quranın müəyyən surələrinin təhlilləri üzərində qurulmuşdur. Ərəb dili ədəbi dil olduğu üçün, həmçinin bir söz bir neçə mənanı ifadə etdiyi üçün cümlə quruluşuna görə edilən tərcümələr bəzən bizi yanılda bilər. Bu səbəbdən də bu kitabda klassik tərcümələr deyil, surənin çatdırmaq istədiyi mənaları təhlil edərək tərcümələr edilir. Bu kitab yalnız müsəlman toplumu üçün deyil, həm də digər kitab əhli üçün fərqli baxış prizması təqdim edir. Həmçinin inansızlar üçün və ya inanmaq istəyib, lakin sübut axtaranlar üçün də təkan vericidir. Əlbəttə, bir reallıq var. Din elə bir mövzudur ki, onu faktlarla sübut etmək çox çətindir. Dini yalnız bir şəkildə sübut edə bilərdik. Əgər dövrümüzdə Peyğəmbər olsaydı və o bizə möcüzə göstərsəydi. Möcüzə isə insanı aciz buraxa biləcək bir hadisənin baş verməsidir. Lakin Müddəssir surəsi 24-cü ayədə Uca Allah onların dilindən bu sehirdən başqa bir şey deyil deyə vurğulayır. Həmçinin möcüzələr dövrü bitib, Peyğəmbər isə gəlməyəcək. Beləliklə, İslamın və ya digər dinlərin Allah tərəfindən gəldiyini sübut etmək demək olar ki, mümkünsüzdür. Belə ki, Allahın bizim sübutumuza ehtiyacı belə yoxdur. O var və əzəldən var olub, əbədiyyən də var olacaq. Biz isə onun yer üzərindəki xəlifələri olaraq onun dinini, yəni haqq din, İslamı insanlara düzgün şəkildə çatdırmaqla hökmlüyük. Əgər bu kitab vasitəsilə dinin sübut ediləcəyinə inanırsınızsa, yanılırsınız. Həmçinin bu kitabın gözlərinizi xurafatlarla yoracağını düşünürsünüzsə, yenə də yanılırsınız. Bu kitab fizikadan genetikaya, təkamüldən Big Bang-ə və həmçinin arxeoloji qazıntılar nəticəsində tapılmış mifik kitabələri, antik dinləri mənbələrlə özündə ehtiva edir. Ümid edirəm ki, bu kitabda səhvə yol vermərəm. Əgər səhvlərim olubsa, Uca Allahdan bağışlanma və rəhmət diləyirəm. O, bağışlayanların ən gözəlidir. Mən Doktor Məcidzadə Elnur. Peşəmin ərəb dili və ya İslamla əlaqəsi yoxdur. Lakin bir müsəlman olaraq dinimizi xurafata sürükləməyə çalışanlara qarşı daim mübarizə aparmış və bundan sonra da mübarizə aparacaq. Bu səbəbdən də bu kitabı özümdən sonraki nəsillərə təhlillər, təbliğlər üçün vasitə olaraq saxlayıram. Allahdan bağışlanma və bu kitabın yazılmasında gözlərimin, əllərimin, düşüncələrimin əməyini axirət həyatında şahid olmasını diləyirəm. Həmçinin ailəmə, məni dünyaya gətirən və imanlı böyüməyimə səbəb olan, mənə qələm tutmağı öyrədən, oxumaq üçün hərfləri öyrədən, məni Allahın buyurduğu tərzdə yetişdirən valideynlərimə Allahdan mərhəmət əta etməsini diləyirəm. Dəyərli qardaşım, həyat yoldaşım və övladımı da Allahın salih bəndələrindən olmalarını Uca Allahdan diləyirəm. Daim Zaur Zərbiyevin din elmimi kamilləşdirməsində verdiyi töhfələrdən ötürü axirətinin xeyirli olmasını, həmçinin aramızdan çox tez ayrılmış dəyərli ustad, İslamı Azərbaycan gəncliyinə sevdirən Hacı Şahin Həsənliyə cənnət bağlarından gözəl bir məkan nəsib etməsini Uca Allahdan diləyirəm. Xoş mütaliələr.